Film Azərbaycanda ilk filmdir ki, bütün yaradıcı və texniki heyəti tələbələrdən ibarətdir. Tam metrajlı 101 dəqiqəni əhatə eləyir. Film Azərin gəlib tələbə həyatını keçirdiyi andan başlayır. Hər iki valideynlərindən məhrum olmuş bu gənc cəmiyyətə adaptasiya olmaqda çətinlik çəkir. Bir boşluğu var onun həyatında. Ya boşluq içkilərdəndir, ya sevgisizlikdəndir, ya diqqətsizlikdəndir. Bunun paralelində digər tələbənin ailə diqqətsizliyindən əziyyət çəkməyini göstəririk. Biz burada bir kontrast göstəririk ki, bizim ətrafımızda tanıdığımız insanlarda hər bir insanın daxilində nəsə bir boşluq var. Onu biz göstərməyə çalışırıq filmdə. Boş yer filmi üçün də sizdən bir alqışlar rica edəcəm. Bu film tam metrajlı filmdir və Azərbaycanda bir ilkdir. Bu tələbələrə mən həmişə dəstək olmuşam, hətta teatr səhnəsində səhnə quruluşuna qədər hər bir sahəni tanış etməyə çalışmışam. İstəyirəm ki, bu tələbələrə o səhnədə sizin alqışlarınızla böyük diqqət sağ olun, təşəkkür ederim. Bugün çox gözəl bir gündür. Tələbələrimizin ilk dəfə tam metrajlı bədii filmin təqdimatına yığışmışıq. İndiyə kimi bizim tələbələrimizi müxtəlif roliklər, qısa metrajlı filmlər təqdim eləmişlər. Bu ilk dəfədir ki, tam metrajlı bədii filmin təqdimatı bu gözəl kino mərkəzi, Nizami Kino Mərkəzinə qeyd edirik və bugün gələn qonaqlar da tələbələrimizə dəstək olacaq və onların gələcək həyatında bu çox böyük yer alacaq, rol oynayacaq. Çox böyük uğurdur və ilk dəfə Azərbaycanda belə bir tələbələrin iştirakı ilə film çəkilib. Sosial çağırışdır, cəmiyyətimiz üçün elə məqamlar var ki, onlar cəmiyyətimizə bir mesaj olaraq ötürülməlidir. Gənclərimizə sahib çıxmağı bacarmalıyıq, gənclərimizi kimsəsiz qoymamalıyıq. Filmin rejissoru Rəhman Firqətoğlu çox uğurlu bir iş görüb və biz elə ümid edirik ki, bu ardı gələcək belə bir işlərin. Qazanılmış uğurun arxasında aylarla, hətta illərlə çəkilmiş zəhmət, heç kimin görə bilmədiyi yüzlərlə addım var. Bizim də bugün həssas, duyğulu, kövrək, qarışıq hisslər içində olmağımızın səbəbi elə çəkdiyimiz zəhmətlərdir. Heç bir uğur boşuna yaranmadığı kimi, o uğura yol göstərən, işıq göstərən mütləqdir ki, bir bələdçi, bir müəllim olmalıdır. Bu tələbələr həqiqətən də çox şanslıdır. Özüm və tələbələrim adından Rəhman müəllimə dərin təşəkkürümüzü bildiririk. Tələbələrə göstərdiyiniz yol, yollarında yandırdığınız işıq, onlara verdiyiniz bilik, təcrübə üçün dərin təşəkkürlər. Və qaldı az öncə ekranda gördüyünüz Leyla müəllim obrazına. Leyla müəllim obrazı hal-hazırda qarşınızda gördüyünüz Nərmin müəllimin demək olar ki, eynisi idi. Mən fəxrlə, sevə-sevə, qürurla canlandırmışam bu obrazı. Nəinki canlandırmışam, hətta komandam üçün əlimdən nə gəlirsə, nəyə bacarmışamsa etmişim. Əgər alındıra bilmişəmsə, nə xoş mənə. Və son olaraq, boş yer mənim onun üçün çəkdiyim zəhmət, ondan ilhamlanıb ona verdiyim enerji oldu. Qarşımdakı tələbələrə, bugünün gəncliyinə sözüm isə hər zaman qarşınıza kaş ki Leyla müəllim kimi müəllimlər çıxsın. O zaman Leyla müəllim kimi müəllimlər nə qədər çox olarsa, cəmiyyət də bir o qədər azərlər, bir o qədər mahirlər qazanır. Təşəkkür ederim. Bu film sadəcə bir film deyil, həm də bir yol idi. Hansı ki, özümüzün, gücümüzü və səbrimizi sınadığımız bir yol. Boş yer filmində mən Azər rolunu canlandırırdım. Düzdür, mənim üçün çox çətin idi. Amma öhdəsindən gəldim. Biz gələcəyə addım atan gənclər və bizə bu yolda dəstək göstərən rəhbərlik, müəllimlər, eynilə də qrup yoldaşlarına xüsusi təşəkkürlərimi bildirirəm. Yaxşı ki, varsınız. Gələn qonaqlarda siz də çox sağ olun, yaxşı ki, gəlmişsiniz. Açığı çox təsirləndirəm bu filmdən. Mən hesab edirəm, hər birimiz buradan özümüz üçün bir dərs gördük. Biz bunları bilirik. Amma bir daha onu düşündük ki, bəzən bir söz bir insanı məhv edə bilər. Çox təsir edici anlar yaşadıq. Qürur duyuram, fəxr eləyirəm həm məktəbimizlə, həm Nərmin müəllimə ilə, həm kollektivimizlə.
Çəkiliş müddətində bunu nə qədər hiss eləməsək də, yəni ekran qarşısında o duyğusallığı hiss edə bilirik. Yəni mən də yəqin ki, yetərincə xarakterimi üzə çıxarmağı bacarmışam və layiqincə yerinə yetirmişəm. Komanda ilə işləmək çox çətin və məsuliyyətli bir prosesdir. Çünki hər insanın xasiyyəti bir başqa olur və hər insanın danışığı bir başqa olur və bizim qarşımızda bir ssenari var, ona uyğun getməliyik. Rəhman müəllimin sayəsində təbii ki, o bizi bu yöndə daha da bacarıqlı elədi. Əsasən filmdə çətinlik yaradan daha duyğusal, yəni emosional səhnələr olurdu. Orada hiss, həyəcan ani dəyişirdi deyə biraz o çətinlik, bir də bəzi səhnələr belə ümumilikdə götürsək yəni çox çətinlik yaşamadıq. Bu filmdə iştirak eləmək, bu obrazda iştirak eləmək mənim üçün çox qürur verici bir hiss idi. Hər gəncə inşallah nəsib olsun bu hissləri yaşamaq. Biz 2 aylıq əziyyət çəkdik və aylarla bu günün xəyalını qururduq və bu gün də həmin o yerdəyik. Çox həyəcan verici idi bu gün. Yəni həqiqətən həm öz adıma, həm də ümumi kollektiv üçün böyük bir gün idi, böyük bir hiss idi. Deyə bilərəm ki, hər şey istədiyimiz kimi alındı, çox uğurlu alındı. Mənə Azər obrazı çox şey öyrətdi. Onun həyatı, düşüncələri, mübarizəsi həqiqətən bu personajda mən çox şey öyrəndim. Boş yer filmi ümumi olaraq cəmiyyətə bir mesaj idi.